Salam əziz izləyicilər. Bugün mən sizin üçün çuğundur salatı yeyəcəm. Bizə lazım olan ərzaqları deyirəm. Bizə toyuğun filesi lazımdır. Sonra yumurtadır, çuğundurdur, kökdür, kartof, duz, istiot və mayonez bizə lazım olacaq. Buyurun başlayaq. Başladıq. Birinci toyuğumuzun filesini tökürük qabımıza. Əvvəlcədən didmişik, hazırlamışıq. Yəni zövqə görədir. Kim nə qədər istəyirsə vura bilər. İndi isə başlayaq yumurtalardan. Mən bunun üçün 4-5 dənə yumurta götürmüşəm. Yəni siz də özünüz öz zövqünüzə görə nə qədər istəyirsinizsə, yəni əlavə edə bilərsiniz. Rəndələyib gəlirik. Əziz xanımlar, deməli biz yumurtanı rəndələdik. İndi isə sıra kartoflarımızdadır. Xanımlar, gördüyünüz kimi kartofları da rəndələdim. İndi isə keçirik çuğundurlarımıza. Əziz izləyicilərimiz, deməli çuğundurumuzu da bitirdik. İndi isə keçirik köklərimizə. Başlayaq köklərimizdən. Əziz izləyicilərimiz, deməli köklərimizi də bitirdik. İndi isə sonda keçirik duz və istiotumuzu tökməyə. Təbii ki, o da zövqə görədir. Kim yəni duzlu yemək istəyən biraz duzunu artıq edə bilər. Az istəyən də ki, az edə bilər təbii ki. Mən hələ ki, biraz az tökürəm. Sonra dadına baxandan sonra az olarsa əgər, biraz da əlavə edəcəm. Deməli, duzumuzu və istiotumuzu da, ədviyyatlarımızı da əlavə etdik və qarışdırırıq təbii ki bunu. Əziz izləyicilərimiz, deməli salatımızı yaxşıca qarışdırdıq ki, duzla istiotu bir-birinə qarışsın və sonda mayonezimizi əlavə edəcəyik. Ondan sonraki isə sonluğu bildirəcəm təbii ki. Buyurun, salatımız da hazırdır. Xoş izləmələr. İnşallah sizlərin hər birinizdən yorumlarınızı, bəyənmələrinizi gözləyirəm. Təbii ki, izləməniz əgər çox olsa, artım olsa, yenidən davamı gələcək.